Lakin Peyğəmbər sallallahu əleyhi və səlləmin o günün hansı gün olduğunu bilirdi. Necə ki hədislərdə gəlib. Necə ki bu barədə Ubadə ibn Samit radiyallahu anh rivayet edir. Ki Allah Resulü sallallahu əleyhi və səlləm bizim yanımıza Qədr gecəsinin nə vaxt olduğunu söyləmək üçün çıxır. Baxın, Allah Resulü çıxır o sahabələrin qarşısına ki, desin onlara ki, Qədr gecəsi hansı gecədir? Lakin bu vaxtı iki müsəlmanın bir-biri ilə mübahisə etdiyini görür və deyir ki, həqiqətən də mən sizin yanınıza Qədr gecəsinin vaxtını söyləmək üçün çıxmışdım. Lakin filan kəslə filan kəsin mübahisəsinə görə Allah subhanahu wa ta'ala o günün hansı gün olduğunu mənə nə etdi? Unutturdu. Ona görə də alimlər deyirlər ki, bu Allah Taala'nın hikmətidir. Əgər müsəlmanlar bilsəydilər ki, bu filan günüdür, o günü yatmazlar və o günü də ibadətlə keçirərlər, digər günləri isə yaddan çıxarardılar. Digər günlərə heç əhəmiyyət verməzlər. Ona görə də Allah Taala'nın bu ümmətə olan rəhmətidir ki, müsəlmanlar son 10 gündə nə etsinlər? Axtarsınlar. O tək günü, o Qədr gecəsini, hansı ki 1000 aydan xeyirli olan bir gecədir. Hansı ki 1000 ay 83 il bir insanın ömrü edir. 83 il bir insanın ömrü edir. Ona görə də burada deməli İbn Rəcəb rahimehullah bu barədə soruşurlar və İbn Rəcəb rahimehullah deyir ki, həqiqətən də ola bilər ki, bir insanın ömrü çatmasın o qədər yaşamağa, 83 il. Lakin Allah subhanahu wa ta'ala bu 1000 aydan xeyirli olan bir gecəni göndərməklə və sən həmin o gecəni ibadətlərlə keçirməklə o 83 il yaşayıb ibadətdə keçirənin savabını qazanmış olacaq. Hətta ondan da çox savab qazanmış olacaqsın. Lakin Allah Resulü sallallahu aleyhi ve sellem bizlərə son 10 gündə tək günlərində, yəni son 10 günün tək günlərində o Qədr gecəsini axtarmağı bizlərə tövsiyə edir. Və həmin o Ubadə ibn Samit radiyallahu anhudan gələn hədisdə də Allah Resulü elə də buyurur sahabələrinə. Yəni ona buyurur ki, son 10 günün tək günlərində nə edin? Axtarın o Qədr gecəsini.